Tam nazik. Yenə 1 santimetrə qədər hissə götürürük. Bax. Bir hissəsini yuxarı qoyuruq. Saç maşallah qalın olduğunda nə qədər də götürsək, yenə də özünün qalınlığını göstərir və özünün saçın iriliyini göstərir. Bax, düz darayırıq. Dəfələrlə 3-4 dəfə düz darayırıq. Spreyimizi vurmuşuq. İsti üçün spreyimizi vurmuşuq. Hədəfimizə doğru çəkirik. Bir balaca da üzünə doğru çəkdik. Bir balaca 3, 4. 4 belə çoxdur. Yəni, normalda 3 yaxşıdır. Sprey ver. Bax, bir balaca səliqəllədik. Təkrar, bax. Şəkillendiririk və quruduruq. Biz təkrar bu gördüyünüz saçı hissəni yuxarı vururuq. Baxın. Sakit qulaq asın. Bax. Yenə bax, hamımıza aiddir. Bax. Orada işləyən qızlar bir dənə bura baxın. O dərsdən sonra buna da baxmalısınız, yığmalısınız. Yivdimkanı belə barmağımızda açırıq. Ağzımıza vura bilmərik. Yəni, bu düzgün deyil. Baxın. Olur, adam başı qarışır, yaddan çıxır, tələsir. O yaxşı görüntü deyil. Başınızdan çıxardın onu. Baxın, burada da yenə şəkillendiririk. Bu artıq ikinci. Biz elə davranır ki, heç maşaya ehtiyac olmaz. Amma nə də olmasa etməlisiniz, əlbərdişi var. Nə də olmasa saçı tabi etməz. Tiftikləri öldürmək üçün spreyimizdən vururuq. Hardasa hiss elədim ki, var. 3-4 dəfə hardasa daradıq. Çəkmək olmaz, çünki yuxarıdakı saçları zədələmiş oluruq. Bax, bir-birinə keçir saçlar, yumuşaqdır. Ona görə biz nə qədər bərkitsək də saçlar maşallah yumuşaqdır. Onda biraz çətinliyimiz ola bilər. Baxın, düz darayandan sonra hədəfimiz haradır? Vurmaq istədiyimiz, şpilka vurmaq istədiyimiz yer haradır? Baxın, bir balaca gətirdik qarşıya. Yenə təkrar bu o biri saçın digərinin altından şpilka ilə, balaca nivdimka ilə, daha bərki ilə də bilirsiniz hansıdır. Bərkidirik. Baxın, bir-birinə keçən hissələrə bir diqqət eləyək. Bir də laklayaq. Bir də laklayaq. Bax, görürsünüz, haradasa bir xoşa gəlməz görüntülər olanda, xoşa gəlməz görüntülərdə biz dartanda yəqin ki edirik də. Çünki bunları işləmişik bayaq. Bax, bunu lakla, spreylə bir balaca oturdururuq. Burada da var belə şeylər. Bir-birinə keçirtmək də var. Yəni, biləsiz. O zaman bir qüsur tapa bilmirsən saç özün. Bu dəfə daha az götürürük saçı. Çünki boyun ardı sinsinə gəldik. Bir neçə dəfə, 4 dəfə darayırıq, haradasa 3-4 dəfə. Mən bir dəfəyə də daraya bilərəm, indi siz mənə fikir verməyin. Baxın, altına da vururuq. Sprey, baxın. Tərsinə gətiririk, digərinin altında yerləşdiririk, tərsinə saça tikirik, tikəndə baxın, yenə təkrar edirəm, şpilkaları ağzınıza vurmayın. Bax, belə. Bu şəkildə davam edirik. Artıq o 4 dənəli 2 qat bitdi. Biz 1 qat işləyirik. Artıq boyun ardı hissəsində saçlar az olduğundan 1 qat işləyirik. Hətta boyun ardına biz heç burada lak vurmaya bilərik. Yəni o qədər əminəm ki, saç axıra qədər qalır. Baxın, yenə təkrar digərinin arxasında gizlədirik. Altında gizlədirik. Bərk, balaca, baxın, görünməz nivdimka ilə vururuq. Və şəkilləndiririk. Təkrar şəkillendirmək şərtdir. Şəkillendirdikcə saç gözəlləşir. Buna əmin olun. Bax. Baxın. Yenə təkrar qarşıdakini götürürük. Az götürürük, darayırıq. Nazik götürməyi yadınızdan çıxartmayın. Nə qədər çox nazik götürsəz, ona görə də saçlarınız çox gözəl şəkillənəcək, çox olacaq, naxışları çox olacaq. Baxın, altına təkrar yerləşdiririk. Baxın, xanımlar. Burada sizə şərt deyil, bu dəbdə olan saç yığılmalıdır falan. Sadəcə saçla necə davranış ən rahat yolu bu saç düzümüdür mənim üçün. Ki, yəni burada saçla necə davranırsan, tiftikləri necə götürmək lazımdır, lakı necə vurmaq lazımdır, şpilkalar necə düzmək lazımdır. Hamısı burada var. Baxın. Yəni, ola bilər ki, sən ətəklərini buruq da işləyə bilərsən bu saçı yığ. Bax, yenə də mən hələ, baxın, işləyirəm qızlar, görürsünüz.